Nə 300, nə 350, nə 400. Şəxsi öz üçün tikili və çox təcili elə bir qiymətdir ki, bax gecə biz gəldik, siz də çalışın, əldən buraxmayın. Cəmi 267 min manata həyətdə gördüyünüz döşəmədən ta ki tavan hissəsində, bax orada dekorativ qoyulmuş ağaca qədər hər biri şəxsi öz əməyi ilə və öz zəhməti ilə düzəli bir evdir. Cəmi 267 min. Evin də torpağında çıxarışı var, xüsusi mülkiyyət. Yəni belə desək, paket kupçadır. 4 metrin 7 metrə hovuzu və isti soyuqdur. Qış vaxtı da istifadə edə bilərsiniz. Pultla idarə olunan qapısı. Kənardan heç bir görüntünün həyəti görməməsi üçün divardan ilə keçəndə görəcəksiniz. Hasar hissəsində dekorativ bağlanması da var. Həqiqətən bir sözlə çox möhtəşəm və çox zövqlü bir bağ evin təqdimatını edir hal-hazırda. Yay mətbəxi, kababxanası, bahalı membran mətbəx mebeli, dairəvi cütdaş və gördüyünüz qədəri cam balkon və şəbəkə pəncərədir, ev daxil. Və kim istəsə bu evin, yəni fundamentindən tutmuş tavan hissəsinə qədər hər birinin tam necə iş görüldüyünün videosu var. Yəni bir daha vurğulayıram ki, evimiz tam şəkildə şəxsi tikilidir. Həyət üçün əl damısı. Göz açın. Həyət üçün əl damısı. Üzr istəyirəm, hamam sanuzeli. O qədər yay mətbəx demişik. Evimizin dörd bir tərəfinə kest eləmək mövcuddur. Həmçinin belə bir dekorativdə, həyətdə sarmaşıq güllər üçün yer nəzərdə tutulub. Bir tək bu tərəfdən belə deyək də, hasarın məsafəsi yaxındır, rahat şəkildə gedə bilirsiniz. Amma digər kənarlardan layihə ilə təsdiqlənmiş bağ evidir. Buradan mətbəxdən çıxmaq üçün yeriniz, görürsünüz, teras hissəsinə, yəni eyvana. Basenin də ki, öz sözünü deyir. Qiymət 267 min manat və dəyərindən çox-çox aşağı qiymətə satışa çıxarılır. Bunu da vurğulayaq ki, ev sahibinin hal-hazırda bura xərclədiyi məbləğdən 40 min, 50 min manat aşağısınadır. Ümumi 3 sot yarım hasarın daxilidir, amma sənəddə 3 sotdur. Və bu fikir də sizə bildirim ki, olar ki, kimsə desə 5 sot, 6 sot olsa alardım, ev sahibinin yan hissəsində özünə məxsus torpağı var. Yəni sənəddə 6 sotdur. Sadəcə bölünüb sizə təqdim olunacaq. Görürsünüz, qonaq otağımız şəbəkə, pəncərədir, tvistenti əla və keyfiyyətli şəkildə düzəldilib, həmçinin tavan hissəsində dekorativ işıqlandırılması, bu da mətbəx hissəsi, bir dənə zəhmət olmasa stolda göstərək, eyvan göstərəndən sonra. Baxın, dəyərli izləyicilər, bu belə mərmərdir. Yəni evdə də nə əşya görürsünüzsə, hər biri saxlanılır, heç nə çıxarılmır. Bahalı mətbəx mebeli, membran və görürsünüz ki, tavana qədərdir. Bunlar bilirsiniz, yəni kvadrata görə digərlərindən bahadır. Evimizdə isə ümumilikdə 2 hamam sanuzeli var. Biri ümumi, digər isə yataq otağında özünə məxsus hamam sanuzeli. Və bütün aksesuarlar quraşdırılıb. Əlavə olaraq 2 şeyə ehtiyac var ki, birinci növbədə halallaşmağımız, ikinci növbədə buranın da geridə qalan əşyalarını yığıb, gəlib, razılaşıb, bax, bu bağ evinə sahib olmağımız. Və bir daha qeyd edirəm ki, dəyərindən çox-çox aşağı qiymətə satılır. Ev sahibinin bura çıxan məbləği 290-300 min manatıdır. Amma hal-hazırda elə bir qiymətdir ki, mən evi satmaq istəyirəm. Və biz də gəlmişik bu qiymətlə sizə bu bağ evini göstərək. Və bu arada pəncərə kənarları da mərmərdir. Yəni tikinti tərəfdən heç bir nöqsanı yoxdur. Qiymət isə 267 min manat. Tavan hissəsində görürsünüz, əlavə dekorativ bir iş də görülüb ki, aboyla tam şəkildə gözəl də görsədir. Bu hamam sanuzeli özünə məxsus. Dəyərindən bir daha vurğulayıram ki, 70-80 min manat aşağısınadır. Və dəyərli izləyicilər, kim ki sahib olmaq istəyir, səhifədə qeyd olunan nömrələrlə əlaqə saxlasın. Xüsusi mülkiyyət çıxarış, özü üçün tikili, fundamenti katlavanla tökülmüş bağ evi. İndi isə daha bir gözəllik sizə görsədə, yəni pauza, play eləmirik, istəyirik ki, hər bir videoda, hər bir detalı daha aydın diqqətlə baxa biləsiniz. Bax, bu hissədən də evimizin arxa hissəsinə, yan hissəsinə kestimiz mövcuddur. Və daha bir gözəlliyinə gedirik, müşahidə eləyək. Bu isə teras hissəsidir ki, tam şəkildə istəyirsiniz 100 nəfərlik qonağı burada yola salın. Heç qonaq da olmasa özünüz gəlib rahat şəkildə bax, buradan gələn bu dəqiqə mehi hiss eləyib, bir stəkan çay, kofe içməyiniz həqiqətən əmin olun ki, ömrünüzə ömür qatacaq. Və bu hissənin də indi videoda qaranlıqda düşə bilər. Bura nə cür düşünülüb? Görürsünüz, ancaq yaşıllıq üçün. Heç kim müdaxilə eləməsin, heç kim mənim qoyduğum yaşıllığa toxunmasın.
Sadəcə gözəl görsənsin və onun oksigenini qəbul edə bilim. İndi gecə olduğu üçün görə bilməyəcəksiniz. Buradan dəniz görsənir. Yəni Sibriz 26-cı dalandı bu arada. Üzürlü sayın bu ev bizi belə deyək də sevindirdi deyənə videonu məlumatın sonuna dedim. 26-cı dalan və Sibrizdə olan gəmi göyərtəsinin işığını görmək mümkündür. Evin önünə qədər asfaltdır. Qiymətimiz isə 267.000 manat. Və Sibriz Ləhəc bağları. Allah alana da satana da xeyir eləsin. Bu evi almaqda sizin iki məqsədiniz ola bilər. Birinci növbədə öz yaşamınızı burada davam elətdirə bilərsiniz. İkinci növbədə isə al, heç yaşama. Onsuz da əmlak günü-gündən qiyməti arta-arta gedir. Və heç nə yox, elə bu formada da günü 300-350 manata rahat şəkildə verə bilərsiniz ki, ilk müştərimiz bizik. Yəni mən şəxsən bu gözəlliyi daha artıq burada olub, yəni müşahidə eləmək istəyirəm. Sağ olun, sağla qalın. Sizin də çəkilişdə olan elanlarınız varsa mütləq qayda əlaqə saxlayın ki, gəlib çəkib satışında köməklik göstərək. Bu arada biz bir video çəkməyib, bir neçə video çəkik deyən üzrlü sayın yorğunçuluqdur. Salamat qalın.